ixlas bütün əməllərdə olmalıdır. Allah Teala əməllərdən ixlas olmayan əməli qəbul etmir və buna görə də ixlası doğrultmağa çalışmalıyıq. Hər bir əməldə doğrultmağa. Və bu sözsüz ki, bu barədə kitablar yazılıb və dəfələrlə də qeyd olunub və İbn-i Qayyim Rahimehullah da buyurur ki, bunun üçün ixlası əldə etmək üçün iki şeyi insanın bilməsi kifayət edir. İki şey. Onlardan birincisi odur ki, insan bilməlidir ki, Allah'tan başkasının tərifi ona fayda vermir. Yəni, insan bilməlidir ki, birinci, Allah'tan başkasının tərifləməsi insana fayda vermir. Yəni, fayda, xeyir, mənfəət Allah Teala'nın tərifindədir. Və ikincidir, bilməlidir ki, Allah Teala'dan başkasının məzəmməti zərər vermir. Deməli, zərər Allah Teala'nın məzəmmətindəndir. Və bundan sonra insan çalışmalıdır, tək olanı razı salsın. Tək olanı razı salmaq həm asandır, həm də xeyir də, fayda da elə oradadır. Çoxu insanları razı salmaq birincisi mümkün deyil və mümkün olsa belə onun bir faydası da yoxdur. Və bundan sonra da insan başqa insanları da qəbirstanlıq əhli yerində görməlidir. Əgər bunu dərk edərsə, insanları qəbirstanlıq əhli yerində görəcəkdir. Necə ki, bir insanı qəbrin yanında özünü qəbir sahibinə göstərmək üçün əməl etdiyini görmüsən, belə bir şey yoxdur. Çünki o insan özü də bilir ki, o ölüdür və onda nə fayda var, nə zərər var. Əgər bu belədirsə və həmçinin insanlar da ölü sayılır. Çünki ölümə məhkum olan hər bir kəs ölüdür. Diri olan yalnız Allah Teala'dır. Necə ki şair buyurur ki, kullu ma ala turabi turabu, torpağın üzərində hər bir şey torpaqdır. Yəni biz ölülərin övladlarıyıq, biz də yəni öləcəyik. Yəni bir kimsə ki ölümə məhkumdur, artıq ölü sayılır. Ona görə yəni ölüyə görə insan bir əməl etməli deyildir. Necə ki torpağın altında olan ölü üçün əməl etmədiyi kimi, torpağın üstündə olan ölülər üçün də insan əməl etməməlidir. Deməli, ixlas. İxlasla qəlb təmizlənir. Və həmçinin səbəblərdən ikincisi, yəni qəlbin, köksün təmizlənməsi üçün səbəblərdən ikinci, Allah Teala'nın bölgüsünə, qədərinə razı qalmaqdır. Yəni insanın Allah Teala'nın təqdirinə razı qalmasıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm duasında deyərdi ki, Əs'əlukə rida ba'dəl qada. Yəni qəzadan sonra səndən razılıq istəyir. Yəni artıq bir iş baş verəndən sonra yəni o işdə Allahın bölgüsünə, təqdirinə razı qalmağı səndən istəyirəm. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbindən razılığın mənalarını istəyərdi.